Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Mən MHM Tədris Mərkəzinin ədəbiyyat müəllimi Gülnarə Quliyeva. Qəbula qədər çalışacağam ki, sizə maraqlı testlərin izahını təqdim edeyim. Bugün də belə bir test hazırlamışam. Testimiz Mirzə İbrahimovun Gələcək gün əsəri ilə bağlıdır. Ümumiyyətlə, qəbulda hər zaman Mirzə İbrahimovun ya Gələcək gün, ya da Azad əsərindən bir sual düşür. Bu klasterdə bizim məşhur klasterimizdir. 2023-cü ilin MİQ imtahanında sizi biraz çətinə salmışdı. Gəlin sualdan müxtəlif məqamlar çıxardaq, həm də ən xırda nüanslara qədər diqqət edək. Mirzə İbrahimovun Gələcək gün əsəri ilə bağlı klasteri tamamlayacaq fikirləri müəyyən edin. Yeni bölgəyə etiraz edir. Baxın, burada Firidunla Musa kişinin adı verilibdir. Yeni bölgə həm Firidun, həm də Musa kişiyə etiraz edir. Ümumiyyətlə, Mübaşir Məmməd kənd cəmaatına Hikmət İsfahaninin yeni bölgüsü haqqında məlumat gətirir. Ondan sonra kənd cəmaatının qarşısında nə etməli sualı durur. Bu suala Firidun da cavab axtarır. Bir müddətdən sonra Hikmət İsfahani özü kəndə gəlir. Kənd cəmaatı Hikmət İsfahanini dövrəyə alır və buradan Musa kişi də Firidunda olur. Amma burada yadınızda saxlayın ki, birinci olaraq ərbabı etiraz eləyən kənd cəmaatı olur. Daha sonra Musa kişi etiraz edir. Ən sonunda isə Firidunun etirazları ilə tamamlanmış olur. Əsas məqam buradadır. Ərbaba qarşı gəldiyi üçün cəza verilir. Əsərdə Musa kişiyə də, Firiduna da çubuq cəzası verilir. Musa kişiyə 200 çubuq cəzası, Firiduna isə 100 çubuq cəzası. Bilirsiniz ki, Musa kişiyə etiraz eləyəndə Mübaşir Məmməd durmadan Hikmət İsfahaninin qulağına nəsə pıçıldayır. Hikmət İsfahani Mübaşir Məmməddən aldığı məlumatlara əsasən Musa kişinin etirazçı çıxışlarını bastırmağa çalışır. Və Musa kişini buğdanı oğurlamaqda, buğda dəcini dağıdıb evinə daşımaqda ittiham edir. Və buna görə də deyir ki, sən Qurana and içməlisən. Sofir Əmprəstə deyir ki, gətir Qurana əl bassın. Musa kişi 7 addım saymalıydı, amma 3 addım gedir, 4-cü addımda dayanır, tərəddüd edir. Daha sonra Hikmət İsfahani deyir ki, sənin kimi dinsizləri cəzasız qoymaq Allah qarşısında günahdır. Və buna görə də ona 200 çubuq cəzası vermiş olur. Demək, Musa kişi nə üçün Hikmət İsfahani tərəfindən 200 çubuq cəzasına çatdırılır? Çünki Musa kişi buğdanı oğurlamaqda ittiham olunur. Bunu qəbul eləmir. Deyir ki, mən belə bir şey eləməmişəm. Qurana da and içmir. Amma Firidunun isə etirazçı çıxışları. Firidun deyir ki, rəiyyətdə adamdır, rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Axı, necə söz vermişdinizsə, elə də bölünməlidir. 5-də 3 sizin olmalıdır, 5-də 2 də kəndlinin olmalıdır. Hikmət İsfahani qayıdıb deyir ki, ədə, sən nəçisən, sənin məqsədin köhnə bazara təzə nırx qoymaqdır. Bağlayın bunu ağaca, buna 100 çubuq cəzası verin. Demək, bu fikir tamamilə aiddir Firiduna. Biri isə Musa kişini yaza bilərik. Buğdanı əllərindən almaq üçün ərbabın şəratlığını bildirir. Bu aiddir Musa kişiyə. Demək, Hikmət İsfahani əvvəlcə Musa kişini su pulunu ödəməməkdə günahlandırır. Deyir, ay kişi, 3 ildir su pulunu ödəmirsən, mən sənə heç nə demirəm. Bu da yaxşılığın əvəzidir, yəni sən mənə qarşı nankorluq edirsən. Musa kişi də qayıdır, deyir ki, ağa, mən 3 ildir su pulunu verirəm, amma bu su pulu qurtarmaq bilmir. Durmadan artan faizlər kəndlini çox çətin vəziyyətə salmışdı. Və Musa kişi də yaşayışından, dolanışığından etiraz edir. Uşaqları gətirir, uşaqların vəziyyətini göstərir ki, bax, bu uşaqlar boğazları çöpdən nazikdir, qarınları tuluq kimi şişib, əyinlərin başlarında Allah'a şükür özün görürsən çırçılpaqdır. Daha sonra Hikmət İsfahani deyir ki, ay kişi, sən Allaha zada inanmırsan, inansaydın, gecə dəzlənmiş buğdanı oğurlayıb evinə aparmazdın. Musa kişi də deyir ki, gəl gedək xırmana. Bunlar gedirlər xırmana, görürlər ki, həqiqətən də piramida şəklində olan buğdanın dəci dağılıb. Ondan sonra Musa kişi cəmaata deyir ki, bəs cəmaat inanmayıb, bunun hamısı ərbabın oyunudur. Bu oyunu ona görə qurublar ki, məhsulun hamısını əlimizdən alsınlar. Musa kişi Hikmət İsfahanilərin, Mübaşir Məmmədlərin əsl üzünü cəmaatın içində açır. Hətta qəbula düşəcək əsas məqamı da burada qeyd edim. Musa kişi daha sonra ərbaba qarşı gəldiyi üçün peşman olur. Firidun baxır ki, onun gözlərində dərin bir peşmançılığın izləri var. Çünki Musa kişi dərk edirdi ki, o axıra qədər mübarizə apara bilməyəcək. Amma etiraz eləmişdi. Kənd əhalisinin haqqının müdafiəçisinə çevrilir. Bu həm Musa kişiyə, həm də Firiduna aiddir. Hikmət İsfahani işgəncəsindən xilas olur. Bu da hər ikisinə aid ortaq fikirdir. Deməli, Musa kişiyə 200 çubuq cəzası veriləndə
Artıq Firidun baxır ki, Musa kişinin əziyyətdən üzü eybəcər bir hala düşüb. Təbii ki, Musa kişi zəif bir insan idi, gücsüz idi. 200 çubuq cəzasına yəqin ki, dözə bilməzdi. Firidun onu cəzadan xilas etmək üçün deyir ki, bəstəci mən dağıtmışam. Həmin vaxtı Musa dayı su gətirməyə getmişdi. Mən istəyirdim ki, Vəli qoşum, həmin vaxtı ayağım xəlbirə ilişdi. Yıxıldım buğda dəcinin üstünə, ona görə də buğda dağıldı. Və Firidun Musa kişidən fərqli olaraq Qurana and içir. 7 addım sayır, gəlir Sofiran pərəstin tutduğu Qurana and içir ki, bəli, dəci mən dağıtmışam. Deməli, Musa kişini işgəncədən Firidun xilas eləyir. Firidunu da işgəncədən xilas eləyən Kürd Musa olur orada. Yoxsa Kürd Əhməd idi adı. Həmişə qarışdıram o Musadan Əhmədi. Yəqin ki, Kürd Əhməd idi orada. Kürd Əhməd qartal baxışlı bir adamdır. Bu amma müsbət obrazdır. Hətta Firidunu inqilabi mübarizəyə cəlb edəndə Kürd Əhməd olur. Bəzi kitablarda görmüşəm mən. Kürd Əhmədi mənfi obraz olaraq verirlər. Bu doğru fikir deyil. Yaxşı. Deməli, Firidunu da xilas eləyən kim olur? Kürd Əhməd olur. Gerçəyi ortaya çıxarmaq üçün dəzlənmiş buğda tayasının yanına getməyi təklif edir. Bu da aiddir Musa kişiyə. Deyir, bax, axşamdan necə dəzlənmişəm, o formada qalıb. Gəlin gedək mənim xırmanıma, o buğda, o da siz. Baxın, gerçək ortaya çıxsın. Çünki Musa kişi ehtimal eləmirdi ki, belə bir şey baş verə bilər. Gümanına belə gətirmirdi. 1-ə A yazanda 2-ə D yazacaqsan, 3-ə B, F yazanda 4-ə də C yazacaqsan. Bu qədər müəllimlər. Ümid edirəm izah sizin üçün aydın və faydalı idi. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.